Salam. Xoş gördük. Necəsiz? Bir neçə saniyədən sonra dərsimizi başlayaq. Mən fəqət istəyirəm bir tədad dostları dəvət edəyəm gəlsinlər dərsə və sizlərdən də xahiş edəyəm ki, əgər mümkünsə share eləsiniz videonu. Bəlkə dostlardan bir çoxu hər halda ya fayda aparar ya da ki nəqd elər. Nəqdin özü bais olar ki, Azərbaycanda jurnalizm dərinləşər və fərqləşər. Və hədəfimiz də elə budur ki, Azərbaycanda jurnalizm biraz güclənsin. Və nə qədər güclənsə, təbii ki, bizim də millətimiz o qədər güclənir. Bir dəfə də salam ərz edirəm, xoş gəlmisiniz. Bilmirəm səsin keyfiyyəti nədirdir, o studiyo yaratmağa məşğuluq, amma belə nəzərə gəlir ki, səs taqqıldır və biraz qarışıq görsənir, görürsünüz. Çünki bir yeni studiyo yaradıram burada. Onun üçün də məşğuluq, çox başımız qatışıqdır. Yol görək ki, nədir eləyəcəyik. Biraz qatışıqdır. Hər halda, Güney Azərbaycan Milli Fəallar üçün jurnalizm dərslərinin 29-cüsünə başlayırıq və birinci bölümdə teorini danışacağıq. Jurnalizm və manqurtlaşma. Manqurt nədir? Əvvəl buradan başlayaq. Manqurt, yəni insan bir təlim-i tərbiyyət əsasında ikinci hüviyyət alıbdır və o ikinci hüviyyət birinci hüviyyəti əzibdir. Yaddan çıxarıbdır. Adam ikinci hüviyyəti o qədər mənimsəyibdir ki, ondan sonra o birisi hüviyyətləri qəbul eləmir. Bunu bir türk romanında yazıbdır. Birinci dəfə bu sözü o işlədibdir. Və bunun da əsası budur ki, bir dənə uşaqlığında, məsələn, əlbəttə qədim elə bu çox olardı, ittifaq düşərdi, amma birinci dəfə bu romanda eləyə bilibdir, bunu açıqlayır. Ad qoya bunun üstünə. Ad qoymaq özü mühümmüdür. Bəlkə bir dərsimiz ad qoymaq üstündə olar. Görərsiniz ki, çox önəm daşıyır. O qalsın soruya. Mən istirdim gedəm o bəhsə, gördüm ki, sözü gətirər, nə də bezi gətirər, digər bir onu qutaraq.
Qədim zamanlar insanları əsir tuturdular, aparırdılar bunları vurmaqla, döyməklə yavaş-yavaş. Ora yetişir ki, bu adam, əsir adam, o öz azadlığın hazır olurdu versin o adama ki, bunu əsir tutubdu. Onun istədiklərinə baş əyirdi. Onun əmrində olurdu. Onun əmrində hər kəsi öldürə bilirdi. Ya hər nə ki o istirdi, onu verirdi. Və bunu özünə şəxsiyyət bilirdi. Yəni, mən filan kəsin nökəriyəm. İftixar edirdi. Necə ki, mütəəssifanə şiəlikdə da, bəzi şiəlikdə, xüsusən fars şiəlikdə bu var. Manqurtluq var. Məsələn, görürsünüz ki, insanı Allah yazıb da əşrəf-i məxluqat. Diqqət buyurursunuz. Quranda insana Allah iftixar edir ki, xəlq edibdir. Amma həman insan görürsünüz, fars şiəliğində boynuna zəncir salır, 4 ələ yaxından yeriyir və hürür. Nə var? Mən kəlbə astan Hüseynəm, mən itin qapısı, mən İmam Hüseynin iti qapısının itiyəm. Yəni insan manqurtlaşır. Bu manqurtlaşmaq bəlkə Hüseyn məhəbbətidir, bəlkə şiəlikdir. Amma hər nədir onu manqurt edib. Yəni o adamı adamlıqdan çıxardıbdır, ittiqa yendiribdir və bu ittiğına iftixar edir. Bu manqurtlaşmağın yap dərin hövzəsidir. Yəni o zaman ki, bir ideoloji, bir eşq, bir məhəbbət, bir qorxu, bir nifrət insanı adi halətindən çıxada və onu bir ayrı vəziyyətə gətirə və o ayrı vəziyyəti üstün görə, onu qəbul eləyə, onu vaqei bilə və ona xidmət eləyə, buna deyirlər manqurt. İndi, o nağılda qədim dedim, insanları gəlirdilər savaşlarda, ya elə savaş olmasaydı da görürdünüz ki, həmlə edirlər bir kəndə, bir şəhərə, oradan arvadları, qızları, oğlanları, kişiləri, yaşlıları yox, əsir tuturdular, döyə-döyə aparırdılar, bunları döyürdülər, aş saxlırdılar, çırpaq saxlırdılar, hamının qabağında lüt edirdilər, bunları hamının gözünün qabağında təcavüz edirdilər. O cür olur ki, bu adamların şəxsiyyətləri əsilirdi, xəmir olurdu. Bunlar bir şey axtarırdılar ki, bu vəziyyətdən çıxalır. Birinci bu ki, bu vəziyyətə gərək təslim olar. Qəbul edir ki, ağa, mən daha azad adam deyirəm. Mən daha dərdiyəm. Mən daha bir adamam ki, mənə təcavüz edirlər. Mən gərək razı olam ki, təcavüz edəcəklər. Kişi, oğlan fərq eləmirdi ha. Xanım olsun ya qız olsun ya kişi olsun ya oğlan olsun fərq eləmirdi. Təcavüz edirdilər hamının gözünün qabağında və bu onu qəbul edirdi. Yəni, okey, da bu bir daha vaqiyyətdir, mən gərək qəbul edirəm. Bunun qabağında heç iş görənmə. Yəni, nə özümü öldürə biləm, nə o təcavüz ediyeni öldürə biləm. Yorum budur ki, elə qəbul edirəm, bu ki vardır. Bu deyil, əslində zindicanlıq belə olar. Bəzi adamlara zindicanlıq, yəni bu ki, onlara təcavüz olur. Bəzi adamlara zindicanlıq, yəni ki, onların alın yazılar. Baxın, buradan sərnəveş çıxdı. Buradan bir dənə şeylər çıxdı ki, Allah istəməsə olmaz və Allah istəyir ki, mən bərdə olam. Belə bir fikir çıxdı, yəni. Biz bu, nə zaman bu telefonun, bu fokus, bu mobil, bu dürbünün fokus olmağından qutaracağıq, onu mən heç bilmirəm ki, nə cür də qutaracağıq. Allah Allah. Fokus eləcək qardaşdır, belə olmaz ki. Yaxşı. Ərz edeyim, mən mücəssəmə kimi durmağa məcbur olacağım da zahirə. Ərz edeyim ki, o zamanlar insanları tuturdular, məsələn, ərəblərin ilə nağıllarına baxsaz, tarixlərinə baxsaz, Həzrət Əlinin özünün nökərləri var, Məhəmmədin özünün nökərləri, kənizləri var.
arvadlarının nökərləri, kənizləri var. Həzrəti Əlinin özünün var, arvadının var, uşaqlarının da var. Bunlar hardan gəlirdi? Bunlar oradan gəlirdi ki, həmlə edirdilər, birlikdə insanlara əsir tuturdular. Bu əsirlər bunlara işləməkdir. Biz də onlar işləyəcəklər. Biz onların fəqət qarın yeməklərini dolduracaq, bir də paltar verəcəyik. Paltar da indi cırıq paltardan zaten bir şey verəcəyik. Onlar bizə işləyəcəklər, bizim üçün savaşacaqlar, bizim üçün öləcəklər. Onların behişti odur ki, mən verirəm, cəhənnəmlər odur ki, mən verirəm. İndi o türk yazar ki, bu manqurt sözünü işlədibdir, belə bir hadisəni təsvirə çəkir. O deyir ki, bir uşağı 12-13 yaşında ya 15 yaşında tuturlar, aparırlar əsir. Bunu ac saxlırlar, çılpaq saxlırlar, vururlar, döyürlər, əzirlər, yemək vermirlər, pis vəziyyətdə saxlırlar, soyuqda saxlırlar, istidə saxlırlar. Yəni, bu adamı o qədər elirlər ki, bu adam da əslən adamlığından çıxır. Hazır olur ki, bununla bir cür rəftar eləsinlər ki, heç olmasa bir it kimi bununla rəftar eləsinlər. Bu adamın başına da bir şey getirdirlər, vururlar, döyürlər, buna deyirlər ki, məsələn, sən filan tayfanın düşmənisən. Sən onlarla savaşacaqsan. O tayfada bunun dədəsidir, nənəsidir, qardaşıdır, bacısıdır, əmisidir, dayısıdır, filandır. Və bu uşaq bu əzabdan qurtarmaq üçün yavaş-yavaş bu fikri qəbul edir ki, onlar mənim dədəm deyil, onlar mənim nənəm deyil, o mənim dilim deyil, o mənim tayfam deyil, o mənim elim deyil, o mənim torpağım deyil, bunlar mənim sahabımdır, bu adam ki, indi mənə çörək verir, o mənim sahabımdır, bununla belə ki, məni vurur, amma məni sevir. Məni vurur da, sevir də. Bu özü manqurtluqdur. Bu kəlmə ki, biri deyə, həm məni sevər, həm məni döyər, bu özü manqurt olmaqdır. Yəni, bir insan bir adi şəraitdən çıxıb qeyri-adi şəraiti qəbul edibdir, onu əsli bilir. Qeyri-adi şəraiti əsli bilir. Məsələn, fikir eləyin ki, insanların hamısı gərək salim olur. Amma o zaman ki, bir nəfəri aparırlar, sərətənə mübtəla eləyələr, bir mərəzsizliyə mübtəla eləyələr və sonra da deyələr ki, sənə biz dava dərman verəcəyik. Azmayışgahlarda bilirsiniz, belə bir şeylər çox olubdur. Və bu adam appreciate eləyə, qədrdanlıq eləyə, onun qədrini bilə ki, bunlar mənə lütf eləyirlər, mənə dava dərman verirlər. Bu, o şeydir ki, ittifaq düşür manqurda. Və manqurt özün, keçəcağın, dədəsin, nənəsin, dilin, tarixin, ədəbiyyatın, harada yekəlmişəm, harada nədir, bunları yaddan çıxadır və o şey ki, buna təhmil olubdur, onu qəbul edir. Jurnalizmin indi burada nə yeri var? Jurnalizm keçən dəfə danışıqlarımızda, keçənki dərsdə dedik ki, dünya görüşü yaradır. Dünya görüşü əgər jurnalizm yaradır, yəni bu iki jurnalizm eləyə bilər, birin manqurt eləsin, ya birin manqurtluqdan çıxasın. Əgər Azərbaycanların bu günləri jurnalistləri yoxdur və jurnalizmi zəifdir, yəni bu iki Azərbaycan istəyək-istəməyək manqurt olmalıdır. Çünki Azərbaycanlar hardan mədəniyyətə gedirlər, yəni elmi örgəşirlər, hardan dil örgəşirlər, hardan ictimada nə cür davransınlar, qanun nə cür eləsinlər, nə cür evlənsinlər, nə cür bayram tutsunlar, nə cür eşiyə keçsinlər, nə cür maşın sürsünlər, nə cür otursunlar, dursunlar, yesinlər, yatsınlar, evlənsinlər, ərə geçsinlər. Bunları hardan örgəşirik biz? Biz bunları mediadan. Media nədir? Media ibarətdir. Radio, televizyon, film, sinema, karton, serial, ərz eləyim xidmətinizə, ruznamə, məcəllə, mətbuat, kitablar, uşaq kitabı, dərs kitabı, nağıl kitabları, zor kitabları, tarixi kitablar, elmi kitablar, ədəbi kitablar, siyasi kitablar, iqtisadi kitablar, ərz eləyim xidmətinizə. O yerləri ki, biz gedirik orada suxənranlığa qulaq asırıq, misli mədrəsə ki, müəllimlər bizə danışırlar, danışgah ki, ustadlar bizə danışırlar, məscid ki, mollalar bizə danışırlar. Hər yerdəki bir cəm vardı, orada bizim üçün danışırlar, ya xüsusi otururuq danışırlar, dostumuz bizə danışır,
biz dostumuzdan danışırıq. Bunlar bir növ media deyil, amma irtibatdır. Bu irtibatlarda biz nəyə öyrəşirik? Nə cür yaşayaq? Nə cür fikirləşək? Filan şeyi nə cür görək? Nə cür görməsək bizə gülərlər? Nə cür görməsək bizə kətli deyərlər? Geçən dərsdə bəlkə dedim bunu. Bəzi gözəl adlar var. Türkcə. Gülgəz. Gül sabah. Səhər xeyir. Nabat. Güldərən. Məhəbbət. Su. Ay. Ulduz. Ildırım. Daşdəmir. Teymur. Çoxlu adlar. Bu adları niyə biz kətli bilirik? Niyə Qızılgül qəşəyi ad deyil, amma məsələn Qolesorx qəşəkdir? Niyə Göyərçin qəşəy ad deyil? Niyə Bülbül qəşəy ad deyil? Niyə Çinar qəşəng ad deyil? Niyə alma gözəl ad deyil, amma sib gözəl addır? Niyə quş qəşəng deyil, amma pərəndə qəşəngdir? Çünki media farsdır və bizim zehnimizdə bunu yaradır ki, sən hər adı ki, əsil türklər qoyublar, yəni onlar ki, kətlərdə yaşırlar, o adı deyəcəksən kətli. Adın qoyacaqsan kətli, irgənəcəksən. İrgəndikdən sonra onlardan mütənəffir olacaqsan. Mütənəffir olduğundan sonra onu istəməyəcəksən. O adı özü və uşağı və qoymayacaqsan və ciddi o adı dəyişdirəsən. Nə qədər gözəl mən insanlar tanıram ki, adı Yaxçı xanımdır. Yəni gözəl xanım da Yaxçı xanım. Bundan gözəl adı olar. Nə qədər ad tanıram ki, adı Qumurtaçdır. Nə qədər ad tanıram ki, adı Gültaçdır. Hamısı geçən bir neçə ildə manqurt oldular, getdilər adlarını çevirdilər. Nə qədər adam tanıram ki, adın hətta İslamı addan çıxartdılar, Sasan, Kuruş, Xəşayar, Ərdəşil, Dariyuş qoydular. Hətta İslamı adlardan. Əlbəttə biz İslami manqurt da ola bildik. Yəni bu ki biz öz fərhəngimizi ötürək İslamdan yapışaq. Nə ki İslam dinimiz olmasın, yox. Amma biz öz fərhəngimizi, kültürümüzü saxlayaraq müsəlman ola bilirik. Və gözəlliyi buradadır ki, biz eləyə bilək, həm müsəlman olaq, həm türk olaq. Amma diqqət buyurun ki, bir zaman 100 il bundan qabaq taş gedin Firdosiyə qədər, Firdosini çıxın istisnaən, tamam şairlər, dastan yazanlar, tarix yazanlar, nağıl yazanlar, zindecinamə yazanlar, bunların hamısı ad ki yazıblar, heç birisində Kuruş yoxdur, Dariyuş yoxdur, Sasan yoxdur, Ərdəşil yoxdur, Babəkan yoxdur, filan yoxdur, Kabə yoxdur, Ahəngər yoxdur, filan yoxdur. Amma geçən 100 ildə, yəni Rıza Palaninin iş üstünə gələndən bu günə qədər, biz radyo televizyonun əsərində, kitabların əsərində, nağılların əsərində, tarix, yalan tarixin əsərində biz türkçə adları yaddan çıxartmışıq, türkçü tarixi yaddan çıxartmışıq. Əslində bizim nəzərimizdə türk tarix yoxdur ki. Əgər tarix varsa, Sasanidir, Kuruşdur, Dariyuşdur, Həxamənişdir, bunlardandır. Ondan sonra tarix yoxdur ki. İslam tarixində bizim tariximiz deyil ki. Bizim tariximiz yoxdur. Bizim tariximiz var. Hamısı qacarlar, pis, kəsib, pıntı, əşəhbətbaz, vuran, döyən, öldürən. Bunları hardan bilirik? Kim bizə bunu deyibdir? Niyə bizə deməyiblər ki, birinci bankı kim gətiribdir bu məmləkətdə, kim düzəldibdir? Yəni biz indi neçəmiz bilirik ki,
dün İranda, İran adlanan, bugünkü İran adlanan məmləkətdə ya Qacar dövründə, ya hər nə mənə adını qoyuruq, Məmalik Məhrusidə birinci dəfə bankı gətirən kimdir? Birinci dəfə teatrı gətirən kimdir? Birinci dəfə televizyonu, sinemanı gətirən kimdir? Birinci dəfə əqqaslığı gətirən və əqqaslıq eləyən kimdir? Birinci dəfə nəqqaşlıq gətirən və nəqqaşlıq eləyən kimdir? Birinci dəfə xanımlara haqqı rəy verən kimdir? Birinci dəfə yerləri sərmayedarların ya xanların əlindən alaq kəndlərə verək. Bu fikir kimindir? Birinci dəfə məşrutəni gətirən fikir kimindir? Niyə bunları bizə demirlər? Çünki bunları desələr biz türkçülüğümüzü bilərik. Ərteş birinci dəfə kimindir? Döktür birinci dəfə danışgah yaradan kimdir? Birinci dəfə bu məmləkətdə danışgah yaradan kimdir? Modern mədrəsə yaradan kimdir? Modern kitab yazan kimdir? Modern kitabxananı gətirən kimdir? Modern kitabları çap eləyən kimdir? Modern tərcümə eləyən kimdir? Modern roman yazan kimdir? Baxın, yəni hər yerə əlizi ideoloji, yəni hər yerə əlizi qoysa, hətta birinci komünistlər kimlərdir? İranda. Birinci sərmayedarlar kimlərdir? Birinci feodallar kimlərdir? Bunları bilmirik. Bunları bilmədiyimiz üçün deyirik, bəlkə farslar bunları düzəldiblər. Niyə? Manqurtlaşırıq da, yəni manqurt olmuşuq. O qədər bizə bir yalan tarix deyiblər ki, biz öz tariximizdən heç kəs bilmir ki, məsələn, İran Nadir Şah Türkdür və Nadir Şah dövründə o imperatorluq ki, Nadir Şah düzəldibdir, Dehlinin mərkəzini alıbdır. Dehlinin mərkəzi, yəni Hindistanın, bugünkü Hindistanın mərkəzi ki, indi Dehliyə nə oldu? Oranı işğal edibdir. Görün, haradan gedib. Yəni orada 3 ay özü şahlıq edib orada. Və cəlibdir, biləsiniz ki, o gündən bir neçə il bundan qabağacan, bəlkə 30 il bundan qabağacan, orada Hindistanın bir çox yerlərində olan müharəcələr, hakimlər, əmirlər türküdülər. Hətta İngilizistan imperatorluğunda belə türküdülər. Biz bunu bilmirik ki, Əfqanistanın yarısından çoxu türküdür. Biz bunu bilmirik ki, Pakistan Azərbaycan torpaqları hesab olunmuş. Yəni Azərbaycan imperatorluğu torpaqları hesab olunmuş. Biz bunları salırıq farsların hesabına. Biz bunu bilmirik ki, bu günləri modern fikirdəki danışırlar, modern fikirdə deyirlər ki, təkəssürgərayi. Yəni, çoxlu fikirləri, çoxlu kültürləri, fərhəngləri, çoxlu millətləri, çoxlu dilləri, çoxlu səliqəni, çoxlu yemağı, mütəfavit ziddini özüdə. Bunları qəbul eləyəsən. Cəlib budur ki, Türk milləti, indi sorursaz ki, mütəkəssirlik ha zamandadır, İran adlanan ölkədə. Kimin dövrəsində olubdur? Ondan sonra deyirik ki, o birisi millətləri, o birisi dinləri, o birisi fikirləri rəsmiyyətə tanımaq. Bu ha zaman olubdur? Bizim dövrəmizdə, Türklərin dövrəsində olubdur. Farslarda heç vaxt bunlar olmayıbdır. Tolerans olmayıbdır. Amma biz bunları bilmədiyimiz üçün bunların yerinə bilirik. Bunların əksin, tərsəsini öyrədiblər bizə. Şəriəti, dökürəli şəriəti Həzrət Əlidən bir söz nəql edər. Deyər ki, İslamı çeviriblər bir bölkə bənzədir, papağa bənzədir ki, qədim papaqların eşiyi tük olurdu, içi dəri. Onu başa qoyurdular, tərlirdi, içi çox bir kəsib şəkli, kirli, pis bir vəzə düşürdü, pıntı, şələxdə. Deyir ki, İslam o günə düşübdür ki, onun için eşiyə çeviriblər. Yəni, gözəli ki, tük tərəfini qoyublar, gizlədiblər, içi ki, bölkünü başa qoyublar, çirk olubdur, o tərəfini qeyblər eşiyə. İndi manqurdun dəqiqən işi budur. Manqurt elə elər ki, sən öz varlığını
öz dilimi, öz tariximi, öz ədəbiyyatımı, öz musiqimi, hətta biz bilmirik bizim vətənimiz var. Yəni biz vətənimizi tanımırıq. Hardan hara bizim Azərbaycan deyilir, hardan hara türklər yaşırlar və biz kimik? Burada bu türklər kim? Nə bir-birimizdən nə ilgimiz var? Azərbaycanı məhdud eləmişik farsların əsərində ha. Şərqi Azərbaycan, Qərbi Azərbaycan, Ərdəbil, Zəncan. Da indi məsələn birazı veriblər Kürdistana, onlar bizim deyil. Dövlət veribdi, Fars dövlət veribdi, işğal olub əslində. Onlar bizim deyil. Belə fikirləşir. Birazını veriblər Gilanı Mazındıra. Ondan sonra Kərəcə əslən biz tanımırıq. Türk vilayəti tanımırıq. Tehranı Kürt vilayəti, Türk vilayəti tanımırıq. O hardakı Tehranı əslən biz Tehran eləmişik. Tehran adında bir kət var idi əgər olsaydı. Biz oran eləmişik. Bir Rey adında bir şey vardı amma Tehran ki Tehran ola paytaxt ola bizim paytaxtımızdır. Qəzvin əslən indi Qəzvinin üstünə danışılmır ki Qəzvin. Həmədan əslən onun üstünə danışılmır ki o Türk torpağıdır. İsfahan, Şiraz bunlar Türk torpağıdır. Xorasan Bəndər bunlar Türk torpağı ama biz eline verip manqurt olmuşuq. Yəni o şey ki özümüzündür, bilmirik bizimdir. Yaddan çıxartmışıq. Deməyiblər. Onun yerine deyiblər ki, hə bunlar var. Azərbaycan var ama İranın başıdır. Yəni İran. Baxın bir İranın başı demək yəni İrandır. Azərbaycan var amma bunlar Türk deyirlər, Azəridirlər və Azəri Fars dilinin bir bölümüdür. Yəni biz Farsıq. Yəni manqurt budur da ki indi özün Azəri bilir. Azəri deyir ki, mən İranlıyam, sonra Azərbaycanlıyam. Azəriyəm. Yəni təqəddüm İrandır. Biz bunları hardan almışıq? Dediyim kimi kitablardan, nağıllardan, tarixdən, musiqidən, süxənranlıqdan, molladan, ummadan, ondan sonra danışqahdan, mədrəsədən, müəllimdən, ustaddan, yoldaşdan, dədədən, nənədən, radiodan, televizyodan, sinemadan, filmdən, serialdan biz bunları almışıq. Amma bunları bizə deməyiblər, sən türk deyilsən. Azərbaycan yoxdur. Sənin dilin farsıdır. Bunu deməyiblər. Bəlkə qeyri-müstəqim deyiblər. O qədər deyiblər ki, İran, Azərbaycan orada yoxdur. Azəri, yəni orada türk yoxdur. Biz yavaş-yavaş bunu içimizə dolubdur. O qədər öz dilimizdə yazmamışıq ki, danışmamışıq ki, bununla belə ki, əlifba-i farsi və ərəbi birdir və həman əlifba ilə biz eləyə bilirik, ağzımızdan çıxan səsləri yazaq. Amma yazmamışıq, yazmırıq. Yəni, hamımız bu günləri farsça yazırıq, amma türkçə yazmırıq. Niyə? Niyə bu qədər biz farsça yazmaq bizə rahatdır? Amma ana dilimizdə yox. Çünki farsçada əvvəli ibtidaidən, hətta Kudəkistandan, Məhdi Kudəşkər, nənədən olandan bizə dədə-nənəmiz öyrədiblər yazmağı, ta gəlmişik, danışqah qutarmışıq. Yəni, haradaysa bir 25 il. 25 il biz fars dilində yazmışıq, oxumuşuq. Neçə il türk dilində yazmışıq, oxumuşuq? Neçə ay türk dilində yazıb oxumuşuq? Neçə saat türk dilində yazıb oxumuşuq? Mən İnsafəli Hidayət. Əgər ömrümün əvvəlindən bu gün əsasını yığaq, deyərəm ki, 100 dana türk kitab oxumuşam. Şah zamanı, ömrümün əvvəlindən bu günə qədər. Desələr neçə cilt kitab oxumusan, farsi kitab oxumusan, heç olmasa 2500. Yəni mən deyəm ki, heç kitab oxumamışam, 2500 cilt kitab oxumuşam. Farsça.
Öz dilində neçə cild kitab oxumuşam? Yap çox oxumuşam 100 cild. İndi də istəyəm sayam, heç nə farslısını saya bilirəm, nə türkçüsün. Yüzü yadımda deyil. Bir teydadan adını saya bilirəm, amma qalanı yadımda deyil. Neçə saat farsca yazmışam, neçə saat türkçücə. Əvvəli ibtidailə əllərimizə şallah vura-vura, niyə qələt yazmışam, niyə düz yazmışam, niyə bunu belə yazmışam, niyə elə yazmışam? Bizə farsını öyrədiblər. Yəni manqurda olmağın biri buradan başlanıb da. Biz mədrəsədə o qət vurublar əllərimizə, ağlamışıq, bunu vurublar, nəftə bir paydanış vardı, gələrdi kətdə, nəftin içinə qoyardı ağacı yumuşalsın, ondan əlimizə vurardı, qış günü. Təbrizə gəldik, Təbrizdə vurardılar. Da biz danışqaha yetişəndə danışqahda vurdu, yox idi, heç olmasa. Şikəncə, barmaqlarımızın arasına midat qoyardılar, sıxardılar. Sümüklərimiz sınardı az qala. Yəni, mənim barmağımın sümüyü sınmıyor, qətən. Amma mənim yadıma gəlib bir dana balaca oğlan var idi. Bizim elə kilasda olardı 4-də oxuyanda. Yaxşı da heyvan uşağı, yaxşı da bir gözəl mərifətli bir yaxşı. Nisbətən bizə görə pullu bir ailən, bizə görə, bizim məhəllədə olardı. Bizim məsələn, deyək ki, evimiz onda 10.000 tümənə almışdı, onların evi gedərdi 50.000 tümənə məsələn. Bizə görə pullu hesab olurdular. Bizdən yaxçı giyinərdi, yaxçı danışardı, yaxçı, gözəl də bir uşaq idi. Amma bunun barmağın sınması mən gördüm. Midadı qoydu, o qədər sıxdı ki, bu barmaq sındı. Bu barmaq sındı. Ağlardıq ha, ağlardıq. Bu dəqiqən həman işgəncələrdir ki, manqurtluqda edirlər. Manqurtluqda nə edirdi? Adamı vururdu, döyürdü, ac saxlırdı. Dədənə inkar eləməyə səni vururdu. Dilivi inkar eləməyə vururdu, sənə dil öyrədirdi, sənə tarix öyrədirdi, sənə din öyrədirdi, sən bunları qəbul edirdin, olurdun. Onların dinində, dilində bir adam. Dəqiqən həman işləri bizi vura-vura, döyə-döyə, edam eləyə-eləyə, kitablarımızı yandıra-yandıra qoymayıblar. İndi İnsafəli Hidayət 53 yaşına girdi bir həftədir. 52 yaşı qutarıb yəni. 52 yaşında neçə saat türkçü yazıbdı? Yəni, əlifbadan başlayar, yaza ata su verdi ki, qələtdir. Ata döyər adamı, ata işə gedər. Ata filan edər, nənə çörək pişirər, ana çörək pişirər, zəhmət çəkər, uşaq yekəldər. Bunlar neçə saat yazmışam? Neçə saat qələt yazmışam, mənə düzün öyrədiblər? Əmələn vaqiyyəti qəbul eləyək ki, şəraiti siyasi və ictimai edamlar, şikəncələr, zindanlar kafidir ki, məmləkətdə yadınıza gəlsə, bir iddənin yadına gələr, sizin çox uzun yadınıza gəlməz. İnqilabın əvvəlində, yəni 1360-da, hər yerdə, Təbrizdə, Tehranda, mən hətta o zaman getdim Rəşdə yazmışlar ki, bəhs-i siyasi məmnun. Niyə? Qəhvəxanalarda yazmışlar, vurmuşlar, hər yerdə bəhs-i siyasi məmnun. Yəni, burada molladan danışmayacaqsan, hökumətdən danışmayacaqsan, dövlətdən danışmayacaqsan, heç sıqdan danışmayacaqsan, mücahiddən, tudədən, filandan danışmayacaqsan. Niyə? Edamdan danışmayacaqsan. Çünki hər kəs siyasətdən danışır da partiləri edam edirlər. Adamlar qorxudan 100 nəfəri ki, edam edirlər, qalan deyəcək, mən istəmirəm edam olam, mən danışmayacağam. Siyasətdən danışmayacağam. O dəqiqən həman şeydir ha, manqurtlaşmaq prosesidir. Yəni o zaman ki, başladılar 5 nəfəri edam elədilər, 5 nəfəri işgəncə elədilər, qorxu düşdü canımıza, hamımız təslim olduq. Ağa, mən mübarizə eləmirəm, mən savaşmıram, mən ziddi vilayət fətihəm, mən Azərbaycancı deyirəm, mən türk deyirəm, türk dilində yazmayacağım, oxumayacağım. Dəqiqən həman sözdür ki, Allah səlamətçıq versin inşallah. Döktür Rıza Bərahəni deyir ki, bizi apardılar, məcbur elədilər. Majiklə, qələmlə yazdığımız ya kömürlə yazdığımız ruzname divarını yalayaq.
Yax. O dildir ki, türkü danışanda bizi vurdular, cərmə elədilər. O dildir ki, onunla bizi istihdam eləmədilər, işə almadılar. Hər kəs bu dili başarsa işi yoxdur. Hər kəsin ləhcəsi var, işə almıyor. Bunlar o mücazat daha, manqurd olmağın mücazatıdır. Amma biz tüm bunun adını bilmirik. Əksüləməl göstərmirik. Deyirik ki, okeydir də, dövlətimiz farsıdır, farsı dili də şey dilidir, kilas dilidir, hüquq dilidir, dəraməd çıxadırıq oradan, qazancımız olur, planımız olur. Amma bilmirik ki, bunun yanında bu hər dəfə ki, bunları deyirik, hər dəfə manqurtlaşırıq, hər dəfə hüviyyətimizi, tariximizi, dilimizi, ədəbiyyatımızı, insanlığımızı, kimliyimizi əldən veririk, yeni bir, ayrı bir adam olur. Yəni, necə heç kəs hazır deyil, məsələn, demirəm heç kəs, bir iddə hazırdır. Şiəlikdən çıxa sünni ola, müsəlmanlıqdan çıxa yəhudi, məsihi falan ola. Niyə? Çünki bu hüviyyəti bu daxil. Bunu əlindən alanda özün boş görür. Ondan sonra o birisi dili öyrədəndə sıfırdan başlayır, amma bunu 20 ilə 25 il öyrəşib. Biz farsı dilini 25 il öyrəşmişik, İnsafəli Hidayət. Türkü dilində yazsa 50 saat yazıbdır. Amma farsı dilində az yazsa 47 il yazıb, 48 il yazıb. 48 il ilə 50 saatı bir yerə qoyun, görün ki, İnsafəli türkünün nə qədər gərək başarar. İnsafəli görün nə qədər manqurtdur. Nə qədər fars dili ilə, tarixi ilə, ədəbiyyatı ilə, musiqisi ilə, muziki ilə, coğrafiyası ilə, dini ilə, dili ilə doludur. Nə qədər türkçülükdən bilir. Bunun günahı İnsafəlidədir, biraz İnsafəlidədir. Çünki İnsafəli heç olmasa bir sinnidə 13 yaşından bildi ki, türk ilə farsın fərqi var. Əlbəttə, ondan qabaq da bilmişdi, amma ondan qabaq təsmin tuta bilmirdi. Amma ondan sonra gedirdi türkü kitab alırdı. Farsı kitab alırdı. Əlbəttə, yadıma gəlir, məsələn, mən Allah səlamət eləsin, Kəriminin şeirlərini oxuyardım. Koroğlunu türkçə oxumuşdum 13-14 yaşıma qədər. İnqilaba qədər deyək. Şah İsmaili türkçə oxumuşdum. Mən bir iddə bir şeyləri ki, indi bilirəm türkçülükdən, o sinnidədir ki, hələ inqilab olmayıbdır. İnqilab məni daha manqurd elədi. Diqqət buyurun. İnqilab nədir? İnqilab budur ki, siz bir şeylərdən narazısınız və əslən bilmirsiniz. Birdən-birə bir şey dəyişir, taza bir gözəl bir şeylər deyirlər, siz ona əlaqə olursunuz, onu mənimsirsiniz. Xümeyni birdən-birə İslam dedi, bəradəri dedi, bərabəri dedi, hökumətə Əli dedi, ondan sonra müstəzəf dedi, müstəkbir dedi, şah dedi, tağut dedi, bunları aparacaq, yerinə ədalət gətirəcək, ucuzluq gətirəcək, insaniyyət gətirəcək, əxlaq gətirəcək, behiş gətirəcək, filan gətirəcək. Mən də bir zaman bunlara allandım. Dünənəcən ki, yenə Şah zamanında 3-4 kitab çap olmuşdu, ya Urmiyə radiosunda axşambaşı Aşıq Dehqan, Aşıq filan kəs, Bəhman kəs nağıl deyərdilər və mən onları qulağa sardım. Onları tarix nağıllar deyərdilər, onları qulağa sardım, onlara sazını oxuyardılar, daha onları qulağa asmadım. Əlbəttə, İnqilab da bunların boxçasını bağladı. Biz getdik xara, getdik İnqilabını da alırsan, dinini de alırsan. Dünənəcən fars dili bizi manqurladırdı, fars tarixi, indi başladıq dinsləşdik. Əslən bu dövrdə mən türkünü qoydum kənara. Yəni, bəlkə savaş başlanacaq, İran, Əraqa o savaşı təhmil eləyənəcən də, gəlində biraz türküdük, mədrəsədə bir-iki müəllimimiz var idi, bizə köməklik edir, türkçülüğü üçün, türk dili dərs oxunsun, filan, rahimalıq elədik, filan, bəhman. Amma elə ki, savaş başlandı, daha biz bunları qoyduq kənara, savaş yolunda, İran yolunda can verəcəyik, mənimsədik. Ondan sonra da getdik, islahçı olduq, islah tələb olduq. Yəni, dava qutarmaz, biz getdik, islahçı olduq. Da islahçı olduq, yəni Azərbaycandan qırıldıq, manqurtlaşdıq. Bu bir vaqiiyyətdir, dostlar. Biz öz zindicanlığımıza baxsaq, manqurtluğumuzu görürük. Ruznamə-Nigarinin nəqşi nədir? İndi,
Mənim ruznaməm, fərz edin ki, mən bir veb-saytam, ya bir televizyonam, ya bir radyoam. Gündə 10 dana xəbər yazıram. 10 dananın neçəsi Azərbaycan üçün? Hangi veb-saytı deyirsiniz, indi açın, baxaq, sayaq. Günaz TV-dən, Araz News-dan, nə bilim, hangi veb-saytı desəz? Oğuz TV-dən, filandan baxaq girək. Hizbilərin veb-saytlarından baxaq girək. Deyək ki, gündə 10 dana xəbər bular, yayırlar. Əvvələn onu da farscadır. Yəni, bu hizbi ki, Azərbaycanın istiqlalına çalışır, ədəbiyyat ki, yaradır farscadır. Fars sözün hərəsi səni fars edir. Yəni, manqurtlaşır. Hər dəfə bir söz təkrar edir, birinci dəfə mümkündür şəkil eləyəsən, əslində qəbul eləməyəsən, müxalifət eləyəsən. İkinci dəfə eşidərsən, biraz müxalifətin azalar. Üçüncü dəfə müxalifətin daha çox azalar. Dördüncü dəfə müxalifət eləməzsən, deyərsən, bunu hər yerdə deyirlər. Beşinci dəfə ona görə bir şəkkin olar, tərdidin olar, anmaşın olar. Ondan sonra yavaş-yavaş gedərsən buna ki, baba, mən həttən iştibah edirəm. Yavaş-yavaş o sözü qəbul edərsən. O sözün içindəki düşüncəni qəbul edərsən. Hər söz bir dəxildir. O dəxili sındırırsan, içində nə var onu görürsən. Onun içində nə salıblar səndən qabaq onu görürsən. Hər söz, hər kəlmə özü bir dəxildir. Onu sındırırsan, onun içində bir şeylər var. Bir qranlıq var, xaricə pul var, ya İran pulu vardır, kağız pul var, ya dəmir pul var, bir tümənlik var, 5 qranlıq var, 10 tümənlik var, 100 tümənlik var, 1000 tümənlik var, 10 tümənlik var. İçinə nə doldurublarsa, sən onu eşidirsən. Və tüm bu tarixdə doğuldu kəlmənin içi, həm içində bir şahı var, həm pənabat var, həm şahı var, həm dinar var, həm dirhəm var, həm riyal var, həm tümən var, həm qran var, həm miskal var. Getdi ta 1000 tümən, 10 min tümən, 100 min tümən, 1 milyon tümən var. Çünki tarix içində dolubdur. Biz hər kəlməni ki, veb-saytımızda yazırıq, qələmimizdə yazırıq, farslığı təbliğ edirik. İnsanların zehninə doldururuq. Hətta əgər mən türkü danışıram və türkünün içində farsı kəlmələr işlədirəm, onlarda təkrar edirəm. Bu mənim pan-türk olmağımın ziddinədir. Mən ittifaqən pan-farsam onda. Yeni əgər bir veb-sayt, bir radyo, bir televizyon, bir yazı, bir məqalə nevis, bir weblog mənə tay. İsrağa gün bir məqalə yazmışam, 2300 kəlmə. 2300 kəlməni baxmışam, görmüşəm, farsı yazmışam. Mən öz yazılarıma baxsam, əgər icazə buyursanız, indi burada gedim, öz weblogıma, heç kəsi də qəzavət eləməyim ki, deyələr uçurdu. Dünən 2 yazı yazmışam, do əsr, do millət, do fərhəng, fars dər müqabilə türk. Biri bu. Bir ayrısını yazmışam, cinayət əleyhə bəşəriyyət, onu da yazmışam, bəşəriyyən, dər əl-əhvaz və xamuşi vicdan insan İrani. Elə icazəsilə bunu burada edit eləyim, şey eləyim, islah edeyim, o bəşəriyyət olsun. Ondan sonra ərz edeyim xidmətinizə, Güney Azərbaycan Milli Fəallar üçün jurnalist bir dərsi, bu biraz türküdür, bilmirəm, 100 kəlmə, 200 kəlmə bunlara görə yazmışam. Biraz az, biraz çox, teorisində biraz çox, əməlisində biraz az yazmışam. Çərə həməyə farsa sakit mandəyən, bir gün ondan qabaqdır. Teröristهای کرد تخم جنگ میکارند نمیتوانند صلح درو کنند. دیالوگ چرا دولت ایران با نژاد پرستی مبارزه نمیکند. بخش دوم، بخش اول hərəsində 2300 kəlmə farsça yazmışam. Yəni baxıram görürəm ki, mən sadəcə bu dərslərimiz kimi jurnalistim deyib, onlarda türkü yazmışam, türkü yazmıram. Mən əslində bir manqurtam. Çünki mən gözlürəm, dövlət mənə icazə versin, mən öz dilimdə yazım. Güya ki, dövlət gəlib mənim başımın üstündə oturur, mən öz əlimdə, öz veb-saytımda, xəbərimdə, Günazda, orada, burada, türkü yazsam məni tutacaqlar.
ki, ağa, bizim millətimizin çoxunun savadı farscadır, biz istirik onlarla danışaq. Tamam, heç olmasa bunun 10'da birin, 20'də birin türkçü yazaq ki, bir nəfər də bizim saytımıza gələndə görsün ki, bunlar türkdürlər. Hər kəs gəlsə bizim saytımıza görəcək ki, biz farsuq, Fars dilində, Fars ədəbiyyatında, Fars təsiriyle, Fars musiqisiyle, Farsça ilə biz türkçü danışırıq. Heç kəs bizə inanmayacaq. Çünki hər kəs baxacaq, bu manqurtdur. Bu ilinasyon olmuş, ilinə olmuş, az xudbiganə xudbaxtə. Farsları da bunlar. O da Fransızı, o da İngilizcesi. Olmuş bir insanla tərəf olur. Bunların sözlərini etimad eləmək olmaz ki. Bir adam hoviyyətindən danışır, amma hoviyyətinə görə hoviyyəti dilində yazılır. Bu manqurtu olmaqdır. İndi jurnalist əgər özü mənə tay manqurt olsa, o zehniləri ki, qəralda Azərbaycancılıya manqurt Azərbaycancılar. Azərbaycancılar söyüş yazarlar. Biz Azərbaycancıların heç adımız olmasa, diqqət buyurun, istiqlal istirik, ana dil istirik, öz tariximizi, öz hüviyyətimizi, öz iqtisadımızı istirik. Öz toprağımıza malik olmaq, yaşamaq istirik. Bunlar kafidir. Ki biz bu haqda türkçü yazaq. Bizim dəlilimiz bunlardır. Ehtiyacı yox, biz yamanlayaq. Biz istiqlal istirik. İstiqlal istemək dünyanın ən yuxarı səviyyədə olan siyasi fikridir. Bundan bir level aşağıdaki federalist midir? Ondan bir pillə aşağıdaki bağışlayın, bir yap başda istiqlal gəlir, ən böyük iftixarlı siyasi hərəkət, siyasi düşüncə istiqlal. Ondan bir pillə aşağı konfederalizmidir. Yəni istiqlaldan sonra birləşmək, ya istiqlalı hətta tapmamaqdan istiqlallarını rəsmiyyət verib müttəhid olmaq. Yəni həm müstəqil olmaq, həm müttəhid olmaq. Ondan sonra federalizmidir ki, bir məmləkətin içində hər kəsən öz toprağının, dilinin, ədəbiyyatının, tarixinin, hər şeyinin sahibidir. O birisi dilləri istər örgəşər, istər örgəşməz. O birisi tarixləri istər örgəşər, istər, yəni iradəsinə bağlıdır. Ondan aşağı xud muxtaridir. Yəni bir məmləkətin içində mənim bəzi şeylərdə özümün haqqım var, öz toprağıma təsmin tutam, qərar verəm, amma bəzi şeylərdə haqqım yoxdur. Ondan aşağı ustan olmaqdır. Ki orada da Kanadada ustan olmaq federal kimi bir şəkildə adı, amma ustanı provinsiyalar, amma federal. Bəs bu ustandan o ustanın fərqi var ki, İrandadır. İranda ustan olmaq, yeni bu ki, sən hətta su içmağını da Tehran deyəcək ki, orası su çəkək içəsən ya yox. Tehran deyəcəkdir ki, biz sizin xiyabanlarınıza asfalt tökək ya yox. Tehran deyəcəkdir ki, sən mədrəsiyə get, dərs oxu ya yox, nədir oxu, oxuma. Neçə il oxu, oxuma. Pul ver, vermə. Görürüz? Bu siyasət. Ehtiyacı yoxdur, biz bunları deməkdən ötürü söyüşməyək. Əslən, manqurtluğun bir tikəsi budur ki, biz məntiqimizi ötürək, iftixar elədiciyi fikirlərimizi ötürək, adam desin ki, istiqlal, yəni təciyyət desin, o onun fikridir. O onun geri qalmış fikridir ki, insanlara bu haqqı vermir ki, öz iradəsi əsasında yaşasın. O onun geri qalmaq, dalı qalmaq əlamətidir. Bu mənim düşüncəmin əlamətidir ki, istəyirəm istiqlal alam. Düşüncəmin yuxarılığıdır. Düşüncəmin aşağılığı deyil. Düşüncəmin yuxarılığıdır. Mən də istərəm ki, dünya küləsində mərz olmasın. Amma Avropayı müttəhid ki, bu günləri İranlar istəyirlər, ondan bizi də dünya gedir, birləşməyə siz gedirsiniz istiqlala. Onun cavabı budur. O istiqlal tamamı Avropanın hamısını yıxsaz, bir Türkiyə, bir İran canı var.
Yəni Türkiyə ilə İranı yapışdırsaz bir-birinə Avropazan olar. Bu iki məmləkət ki Avropazandır, onun içində 30 dana məmləkət var, 40 dana məmləkət var. Yəni dəqiq bilmirəm neçə dana, 38 dana, neçə dana məmləkət var Avropada. Yəni hər ustan özü bir məmləkətdir. Hər ustan özü bir məmləkətdir, özü içində yenə də bir federalistdir. Yəni Avropa bu günləri federalist, hətta səltənəti ya cumhuri olmaya, yəni bəzisi var ki, Avropada səltənətdir, misal Sued. Amma federal səltənətdir. Cumhuridir, amma federal cumhuridir. Amma İranda belə bir şey yoxdur. Onların mərzi müşəxəs, dili müşəxəs, tarixi müşəxəs, iqtisadı müşəxəs, hər şeyi müşəxəs, bancı müşəxəs, sərmayəsi müşəxəs, təlimatının dövrəsi müşəxəs, tarixi müşəxəs, hər şey müşəxəs olurlar. İndi hər kəs mənim toprağımda olar, mənim danışqahıma gedər, hər kəs istər buradan köçər, gedər, məsələn, Fransaya, Fransa dilində oxuyar, hər kəs Almana gedər, Alman dilində oxuyar, hər kəs gedər, o dilində oxuyar. Bu arada da bəzi danışqahlar eləyə bilərlər ki, international olarlar, yəni Avropanın hər yerində şöbə açırlar, oraya gedənlər İngilisi dilində, ya Almanı dilində, ya Fransa dilində, ya Rus dilində, ya İngilis dilində, ya İspanya dilində, ya Portugal dilində, hər dildə, hər kəs ya İtalya dilində falan bəhman dərs oxur. Əvvəl yeni mərziləri müşəxəs ediblər, sonra mərzi, indi də bilafasilə ki, o zaman ki, biraz Suriyəli qaçqınlar getdilər, ora girələr, Foren mərziləri bağladılar, mərzilər açıldı. İngilistan da ayırdı, getdi, mərzim də o mənim yerimdədir. İrlənd deyir, mənim mərzim yerindədir. İskotland deyir, mənim mərzim yerindədir. Fransa deyir, mənim mərzim yerindədir. Hamısının mərzi yerindədir. Sadəcə o qapıdan ki, keçəndə pasport istəyirlər, o pasportu istəmirlər. Amma ordusu var, var. Polisi var, var. İttilatı var, var. İttilatı casusluq edir. Məsələn, Fransanınki Almanın ziddinə edir. Almanınki Fransanın ziddinə edir. Tamam. Pəs federalizm ya ittihad biz də istərik, amma əvvəl istiqlalımızı alaq, bizi rəsmiyyətə tanısınlar, dilimiz, ədəbiyyatımız, hər şeyimiz rəsmi olsun, işimizə, öz dilimizdə gedək, ehtiyacı, ağa mən zəif, əsən fikirli mən tənbəl adamım, mənim zihnim dalıdır, mən eləyə bilmirəm 4 dil öyrəşəm, niyə 4 dil öyrəşəm, mən istəmirəm ömrüm qoyam 4 dil öyrəşəm, mən istəyirəm öz dilimdə gedəm işləyəm pul çıxadam, bəlkə dili öyrəşmirik ki, pul çıxadaq, dili öyrəşirik ki, pul çıxadaq, tamam. Mən istəyirəm öz dilimdə 4 il dərs oxuyam, 10 il dərs oxuyam, gedəm işləyəm. Mən istəmirəm ki, 25 il dərs oxuyandan sonra, lisans, fوق lisans, doktora alandan sonra deyərlər ki, ləhcəm var, dərs oxuyam, sənə işə alınmayacaq. Qutardı, getdi. Bu sahə ehtiyacı yoxdur. Biz bu dəlilləri demək üçün adamın nənəsinə, bacısına, filanına söyüşmürük. Adam nə qədər hürür ölsün, it karvan keçər, it hürər. Nə qədər bizim dalımızca biz haqq bir söz yox, doğru bir iş yox, biz karvanıq ki, biz karvanımızı, dəvələrimizi, millətimizi, sirvətimizi, məmləkətimizi sürürük hangi tərəfə? İstiqlala tərəf. Gözəl bir yerə istiq olaraq. Nə qədər Fars milləti hürəcək, Fars eləsin. Kürt milləti nə qədər şey yiyəcək, əlbəttə Kürdün hamısı yox ha, bir iddəsi, Farsın da bir iddəsi. Nə qədər hürəcəklər hürsünlər, biz onlara qeydib hürməyəcəyik və hürmaqla enerjimizi onlara məsrəf eləməyəcəyik. Biz əvəzin ki, bir kəlmə Kürdünlə ya Farsla tartışaq, Türk dilimizdə bir təhqiq eləyəcəyik. Ədəbiyyatımızda, musiqimizdə, işimizdə, sənətimizdə. Məsələn, fikrincə mən xəbərniqaram. Nə gözəl olar ki, xəbərniqarı haqqında bir kitab yazan Türkçə. Cənabız iqtisaddansız, Türkçə bir iqtisadi kitab yazasınız. Cənabız bancıdarsız. Bank haqqında bir kitab yazasınız. Cənabız telersiz, yəni bankda pul verənsiz, bursayansız. Nə gözəl olar ki, o işi yazasınız, öyrədəsiniz insanlara. Ağa, bank işi nə cürdür? Ehtiyacı olmayayım, mən gedəm kollecə ilə, onu oxuyam, deyəm ki, hə, gedirəm bunu, başlayıram, yavaş-yavaş öyrəşəm. Cənabız saxtaman memarsız, saxtaman mühəndisiz, cənabız döktürsüz, cənabız falan. Öz dilinizdə bunları Türkçə yazın, öz təxəssüsü. Əvvəlin ki, farslarla oturaq bəhs eləyək, mən ilməhsalanam, ilməyin rəngi, filanın, bəhmanı orada yazım, bir dənə kitab yazım ilməyə görə, ilməhsalmağa görə, nəxşiyə görə, fərşə görə, fərşlərin müxtəlif. Azərbaycanda fərş indi nə tür tərəqqi edibdir, Bərcəsdə nədir, nə bilim, filan nədir, bəhman nədir, indi heykəltəraşlığı nədir, fərşdə heykəltəraşlıqca gəlibdir, şükür olsun.
Niyə bunları yazmayaq? Bunlar hər kəsin öz təxəssüsü sahəsində işi. Baxın, bənnayam, fəhliyəm, cuşqaram, təlaşqaram, maşınqaram, mekanikəm, rənci, ev rəhlirəm, maşın rəhlirəm. Bunların hər kəsin öz işi təxəssüsü haqqında bir kitab yazsın. Təcrübəsini. Ağa, bu rəngi nə cür qatsaq bu rəng çıxar, bunu nə cür yaxsaq belə olar, nə cür yaxaq ki, kilit yaxılmasın, nə cür yaxaq qapı yaxılmasın, nə cür yaxaq bu gözəl olsun. Mən nəqqaşam. Ağa, bir dənə nəqqaşını evdə bir divara nə cür çəkəm? Mən əqqasam, nə cür əks salıq? Əqqaslığa görə bir türkçe kitab yazın. Mən gözlük dükanım var. Bir dənə gözlük işinə görə bir kitab yazın. Diqqət buyurdunuz. Bir ildən sonra görəcəksiniz ki, bizim 100 dana gözlüyə görə kitabımız var. 100 dana kompüter işlərinə görə türkçe kitabımız var. 100 dana başmaqçılığa görə kitabımız var. 100 dana ilməhsalanlığa görə kitabımız var. 100 dana dəmirçılığa görə, 100 dana nəqcarçılığa görə, 100 dana bənnalığa görə, 100 dana simankarlığa görə, 100 dana simkeşliğə görə. Görəcəksiniz ki, biz ilin axirində 10.000 dana taza tekrar olmamış kitab çap eləmişik. Biz neylədik? Gəldik. Jurnalizmi o gün mənə elədim, yəni gündəlik yazmaq. Hətta xatirələrimizi, niyə biz gündə xatirələrimizi yazmırıq? Gündə sübh yuxudan dururuq, axşam yatırıq. Axşam yatana qədər, deyək ki, sübh mən yuxudan durdum, zehnimə bu gəldi. Yuxu bunu görmüşdü. Yuxumu yazdım. Ondan sonra bunu təbirini filan kəsdən soruşdum. Hər nədir düşünmüşük da, indi yuxuya inanan olar, ona olmaz, təbirə inanan olar, olmaz. Ondan sonra durdum yuxudan. Arvadımla belə görüşdüm, belə danışdıq, dava elədik, savaşdıq, dünənləri dava eləmişdik. Onun gələcək davamına belə oldu. Mən belə fikirləşmişdim, amma belə oldu. Xanım da yazsa, mən bir zaman zindana gedəndə uşaqlarıma dedim ki, uşaqlar, mən zindanda xatirəmi gündə yazacağam, siz də yazın. Mənim bir arvadım var, 4 uşağım var. Biri oğlandır, 3'ü qızdır. Yəni, evdə 4 dana xanım var, hərəsinin sinni biridir. Birinin, məsələn, o zaman 35 yaşı var ya 30 yaşı var. Qızımın, məsələn, böyük qızımın 18-17 yaşı var. Ondan kiçiyin 16 yaşı var. Ondan kiçiyin oğlan da, məsələn, 14 yaşı var. Ondan kiçik qızım, məsələn, 11 yaşı var. Məsələn deyirəm, məsələn. Mənim də özümün, deyək, 39 yaşım var. Məsələn, yenə də, bunların hamısı məsələn. İndi, mən zindanda başıma gələni və fikir elədiklərimi, düşündüklərimi, gördüklərimi yazıram. Siz də eşikdə başınıza gələni fikirlərinizi, düşüncələrinizi yazın və utanmayın. Mən filan oğlanı gördüm, aşıq oldum. Yaz ki, nə iradı var? Mən zindandan çıxanda 6 dana kitab çıxacaq ortadan. Hərəmiz mənim zindana düşmək dövrəmində nəcür görmüşük, nəcür hiss eləmişik, nəcür düşünmüşük. İndi mənim zindanımın əgər fəqət orada qoysaq, mənim zindanım haqqında 6 cürə düşüncə var. Bir mənim düşüncəm, gördüyüm, hiss elədiyim, fikirləşdiyim o dövrədə. Bir xanımım, mənim xanımım olaraq, bir böyük qızım, mənim böyük qızım olaraq, bir ondan kiçik, bir ondan kiçik oğlum, bir də ondan kiçik qızım. Və bunların kimi ehsasatımız, düşüncələrimiz, şəxsiyyətimiz fərqlidir, təcrübəmiz fərqlidir, müəllimlərimiz fərqlidir, dostlarımız fərqlidir. Fərqli kitablar ortaya çıxacaq. Biz bir mövzuda 6 cürə baxış olacaqdır. Dünyada bir dana belə bir kitab yazılsın, sabiqəsi yoxdur. Mən dedim, mən eşitdim. Mən yazdım ama, özüm yazdım. Cəlib budur, dünən gecə bir təhqiq oxurdum, yazmışdı ki, İranda bir dana dostlarımızdan biri Məraği adında, əgər səhv eləmirsən, bir gözəl məqalə yazmışdı söyüş üstündə, yəni yaman, tohin. Və bunu başlamışdı ki, filan tarixdən başlanıbdı, və Allah adı gözəldir bir adın, onun tarixi adını da getmişik. Qabaqdan söyüş deməzmişlər, farslar fuhş deməzmişlər, yerinə bir ayrı söz işlədərmişlər. Və İmam Məhəmməd Qəzzali də işarə edibdi, deyibdi, hər kəs ağzından belə bir şey çıxarsa bu dünyanın ən pis adamı da elə olacaq, belə olacaq falan. Bəhman bir də insanlar da bu söyüşlərin hamısını yazıblar, ta gəlibdi bu günə qədər. Bu günə qədər bu adam bir məqalə yazmış ki, biz söyüş veririk, məsələn. Və heç zadı söyüş vermədən keçənmir. Mən də zindanda söyüşləri toplamışam.
Bir dənə təhqiq eləmişəm zindanda. Vaxtım boş idi. Oturmuşam, işləmirdim də ki, neyin icadım? Sübhdən axşamacan söyüşləri də yığmışam. Məsələn, Azərbaycanda hansı söyüşlər verilir? Biraz zərbil məsəl yığmışam, biraz hər şeydən, yəni hər şey ki, zehnimə gəlibdi, zindanda oturmuşam, onun gözü üstündə bir təhqiq eləmişəm, bir şey yazmışam, orada bir kitablar olub. Yəni bir zaman istəyək Azərbaycanda yayıl söyüşləri sayaq, orada söyüşləri görə bilər. Bu bir təhqiqdir. Və təhqiqin pis yaxçılığı yoxdur. Bizim camiəmizin bir parçası mütəəssifanə söyüşür. Amma mən istəmirəm ki, bu söyüş vermək, bu farsın ağzına, fars bir yaman deyir, ona cavab vermək yerinə ki, oturuq belə bir iş görək. İlbaşı bizim bu jurnallarımız, yəni gündə yazdıqlarımız bir kitab olacaqdı, bir yazı olacaqdı internetdə. Əslin kitab olmasa internetdə olsun. Bu ilbaşı biz görəcəyik ki, 10.000 dana kitab yazmışıq. Baxın, hər xanım ərə getmək dövrəsin, yəni o gündən ki, geçirir, məsələn, sinni buluğa ərə getmək hissi olur, bunun adat-ı mahiyanəsi, aydıq o qan görmələri başlayır. Elə o gündən başlayıb yazar ki, mən belə hiss edirəm. Çünki mən bir oğlan olaraq bilmirəm ki, xanımlar ay görəndə nədir hiss elərlər, nədir onların rəftarları, davranışları dəyişər, nədir əsəbani olanlar, olmazlar. Onun üçün də tüm bilmirik arvadımızla nə cür rəftar edir. Bunu görə arvadlar bizə deyirlər, arvadlar da utanırlar. Əgər bu xanım aşiq olmasın yazar ki, mən filan kəsi sevirəm, amma dədəm nənəm məni məcbur elə filan kəslə evlənəm. Məcburam filan kəslə evlənəm, tüm pulu var, ya tüm maşını var, tüm evi var, filanı var, bəhmanı var. Ondan sonra evləndim, mən razı deyiləm. Məsələn, mən bir xanımla danışırdım, deyirdi ki, mən 3 uşağım oldu, mən ərə gedəndə dədəmgil məni döyə-döyə ərə verdilər. Diqqət buyurun. 13 yaşı varmış uşağı, xanım qızı döyə-döyə, 3 gün salıblar zerzəmiyə, döyüblər, acısız saxlıda ta bu o oğlana desin bəli. Deməyib bəli, dədənənə deyib bəli. Sonra bunu veriblər ərə. Adam nişanlılıq dövrəsində deyib, ağa, mən səni sevmirəm, sən Allah, sənin dədəvin ruhu, nənəvin ruhu məni boşa. Mən sənin arvadın olmayayım. Deyibdir ki, sən qalarsan, sevərsən. Sonra bu adam veriblər ərə. Əvvəl gecəsi bu adam ərindən yatmayıbdır. Əmməsi gəlibdir, oğlana deyibdir ki, get qızın əllərini bağla, təcavüz elə. Gəliblər, qızın əlini bağlayıblar, təcavüz eləyiblər. Yəni əri ha, əri gəlib arvadının, indi qanun ərdə, yəni qəbalədə yazılıb ki, bu arvadı satdıq sənə. 18.000 tüməndə bunun mehriyəsidir məsələ. O zaman. Oğlan gəlibdir, qızı yıxıb, əllərini ipinə bağlayıbdır, libasını çıxadıbdır, təcavüzünü eləyibdir, durub çıx gedibdir. Ondan sonra da bu adam da 25 il oturubdur, 25 ildə 3 dənə uşaq gətiribdir, 25 ildə də fikir edibdir və ki, hər gün əri buna təcavüz edir. Yəni zina. İndi fikir edin ki, hər xanım otura, hər xanım qız otura, bu mərahili aşiq olmaqların, uşaqlıqdan indiyəcən yazar. Ərə getmağın, evlənmağın, boşanmağın, ərinin rəftarın, uşaqların rəftarın, nədir uşağı doğdu, uşağı doğanda nədir oldu. Elə fəqət uşağı doğmaq mərhələsində ərə getmək mərhələsi özü bir kitabdır. Və əgər biz bunu türkcədən yazaq, ədəbiyyat yaradaq. Və bu ədəbiyyat fars ədəbiyyatında yoxdur. İndi fikir edin ki, bizim heç olmasa 15 milyon qızımız və arvadımız bəlkə xatirələri yaza bilər. Və biz əgər 15 milyon cildə, hər kitabda 100 səfər kitab tolid eləsək, türk dilində 15 milyon zərbləri 100-ə çarpsaq, 150 milyon nə bilim 1 milyon 500 milyon səfər nə bilim, indi yəni çarpdım özüm bilmədim neçə olar. Vərəq türk dilində kitab yazarıq bilinin içində. Fəqət xanımlar. Ondan sonra da hər kəsən işində mənim əməkdaşlarım, yəni həmkarlarım, əməkdaşlarım məndən nədir rəftar elədi? Nədir göz vurdu, nədir çiyin vurdu, nədir çimdiklədi, nədir getdi, nədir gəldi? Xanımların dərdləri o qədərdir ki, mən xanım olsaydım fikrim 300-400 kitab yazardım. Yəni həftədə bir dənə kitab verərdim işə.
Kişinin artıq bir şey yoxdur ki. Neynirəm mən? Xüsusən İrandan köçəndən də bu yüzdə ki, mən İrandan köçəndən hətta Türkiyədə pənahəndə qaldığım dövrlərdə gündəlik xatirə yazmışam. Jurnalismə başlayandan bu günəcən sizinlə danışıram. Bu günəcən yox, bir 12 il bundan qabaqacan gündəlik xatirə yazarım. 12 ildən sonra mənim günüm nə oldu? Bu otaqda oturacağam, internetə baxacağam, məqalə oxuyacağam, filmə baxacağam, insanlar ərazif yazacaqlar, ya bəzi çox gözəl məqalələr yazacaqlar, ya o ərazifləri oxuyacağam, ya filmli bəzi şeylərə baxacağam, ya məqalə oxuyacağam, ya kitab oxuyacağam. Buradan sonra bir şeyim yoxdur. Hər dəndə bir çıxacağam evə, məsələn, evdən eşiyə. Bunun harası xatirədir? Xatirə deyil. Biz çünki mən manqurtluğun biri budur. Mən özümə cəsarət vermirəm kitabı yazam. Deyirəm gülərlər. Axı mən ilməhsalanam. İlməhsalan nəyə kitab yazmaq ya? Niyə ilməhsalan niyə yaza bilməz? Təəssüsdür. O otura bunu deyər ki, məsələn, ağa, bir dana fərşi başlamaq üçün və bunu qurtarmaq üçün bu mərhələlərdən gələcəkdir. Sən gedəcəksən, məsələn, əvvəl biləcəksən nə böyüklükdə işləyirsən, onun nəqşəsini nə istəyirsən, nəqşəsini çəkdirəcəksən, nəqşənin adı budur, özü budur. Bunun nəqşənin üstündə bir belə lüğət vardır, eni bir belədir. Buna deyərlər, məsələn, lay deyərlər. Laylar Çin gələndə bir-birinin üstünə Çin deyərlər. Laylar bir-birinin üstünə otururlar. Çin, bir əriş var, bir ərgəc var, bir boy var, bir xam var, nə bilim, bir ip var, bir rəh var, boya deyərlər. Boyaqların da adları bunlardır. Bəzən o qədər bunlar bir-birinə bənzirlər ki, bunları ayırtmaq olmur. Bunları nömrə ilə deyirlər, nömrələr budur. Onlardan da bir əks sala hərəsindən qoya görəcəksən ki, 100 dana əks var orada rəhlərdən, boydan, laydan, Çindən, nəqşədən, filandan, bəhmandan 100 dana nəqş, 100 səfədə bunun yanında 50 səfədə yazı yazsa, bunların hərəsinə bir 10 kəlmədə, bir cümlədə, 2 cümlədə bunların hərəsinə əkslərin, fəqət əkslərin, diqqət buyurun, fəqət əkslərin. İndi bunların altına yazsa, görəcəksiniz ki, bir dana kitab olur. Fəş salmağa görə, fəş düzətməyə görə. Bunun ağaçları nə cür qurarlar, nə cür bərşəklərlər, nə cür, bunlar hərəsində bir tozih versə, görəcəksiniz ki, bir dünya, bir kitab oldu, türk dilində. Və biz oradan rəngi ölçəşdik. Nəqqaş, həman nəqqaş yox, nəqqaşlığı çəkir, onu deyəcək ki, bunu nə cür çəkirəm, nə cür fərşi üstünə aparıram, nə indirəm, indi bunun kompüterisi gəlib, kompüterisi nədir, o nədir, bu nədir, görəcək ki, kitab buradan çıxdı. Təmirkar, maşın təmirkarıdır, o, məsələn, maşının filan yerin gətirirlər, hə, biz təmir ölürük, çox da gözəl, amma bunun məsələn filanı budur. Bunlar da dəramətlərini çoxaldır, ha, bunu deyim. Bunlar da bu adamların dəramədini çoxalır, gəlirini çoxalır. Dərəmədin yerinə gəlir deyək. Biz deyirik ki, indi hər söz bir dəxildir. İndi dəraməd deyəndə biz fars dəxilisindirik. Gəlir deyəndə türk dəxilisindirik. Diqqət buyurdunuz, yəni biz pəs zehin, jurnalistlər ya yazarlar zehin dəyişdirirlər, dünya görüşü verirlər insanlara. Bu dünya görüşü sözlə verirlər. Yəni bir kəlməni yazmaqla ya deməklə. Və bu sözlə vermək, hangi sözlə verirsən, onun hüviyyətin, o insanlara. İndi, əgər bir dildə, bir tarixdə, bir şeydə yazırsan və bir ayrı dili örtməyə başlayırsan, ayrı hüviyyəti, ayrı kimliyi örtməyə başlayırsan, yəni sən əməldə çalışırsan insanların zihnin ya indi farslıqdan türkçılığa, ya türkçılıqdan farslığa aparasan. Hangi tərəfə aparırsan, əgər farsları çevirməyə başlayırsan, onları manqurtlatırsan ki, deyəsən türk. Əgər türkləri farslıqlamağa çağırırsan, türkləri manqurtlatmağa istəyirsən ki, fars olar. Çünki ona fars deyiblər, buna türk deyiblər. Və biz bu prosesin cərəyanında hərəkət edirik. Yəni, jurnalizm dəqiqən kəlmələri nə cür seçək, nə cür bir-birinin dibinə qayaq, bununla bir dana insan ya bir camiəni özdə, hə, qabaqdan qədimdə bunu deyim tutaraq. Qədimdə görərdiniz ki, bir dana bərdə, 2 dana bərdə əsiri tutublar, aparıblar, onu manqurt edirlər. O olubdur, məsələn, Məsihidir, ya dinsiz idi, ya şeydi, gelib olub müsəlman, müsəlmanlıqdan olub şiə, şiəlikdən olubdur İrancı, ondan sonra bu adam indi öz dədəsinə deyir kafir, ondan əl vermir, ondan görüşmür, oturmur, durmur, falan eləmir. Niyə? Mən müsəlman olmuşum, məsələn. Bu, həman manqurt deməkdir. İttifaqən bəzi fətvalar vardır, mollaların fətvası var, imamların, peyğəmbərin yoxdur.
Zarifdir bu. Deyir ki, erməni ilə əl vermək, Yahudi ilə əl vermək, Məsihi ilə əl vermək, dinsizlə, kafirlə əl vermək, ya əgər o evə qonaq gəlsə, gəl səxti götürəsən, o evə gün düşə, illa o gün düşməsə, o yer mundardır. Bu istəyir sənə desin ki, manqurtlaşmışsan. O qədər manqurtlaşmışsan ki, adamları adam görmürsən. Mən geçən dəfə fikrim Əli Şəriətidən ya şeydən bir cümlə oxudum da, Əli Şəriətidən. Deyir ki, ərəblər dəvələrin özləri və özlərini dəvə görürmüşlər. Bu insanın manqurt eləmək fikridir. Əli Şəriəti əslində bir növ manqurdizmi hərəkət, elinasyonun məsulidir, məmuriyyəti var, elinə eləsin. Ərəbləri, ərəbli olmaqdan qorxusunlar, məsələn, onları oradan uzaqlasın, türkü olmaqdan, Səfəvi, Ələvi, Şii, Ələvi, Şii, Səfəvi, buna görə yazılmıyor ki, Şiənin şey eləsin, buna görə yazılır ki, Fars olaq biz, türklükdən qaçaq. İndi bunu deyəcəkdim, bu cümləni qutaracaqdım ki, əgər qabaqdan bir adamın, ya iki adamın, ya üç adamın, ya 10 əsrin üstündə iştirdilər, onları manqurd edirlər. Amma jurnalist və kitab ucuz deyil. Siz bir kitab yazırsınız, ya bir məqalə yazırsınız, ya bir veb-saytda çalışırsınız, sizin hər nə qədər oxuyanız olsa, onların hamısının üstündə çalışırsınız. Onları ya hüviyyətlərinə qeytərirsiniz, ya manqurd edirsiniz. Əgər mən manqurdam, manqurt edilmək çalışıram. Əgər mən istiqlalçı, vətənpərvər, millətçi, hüviyyətçiyəm, millətin hüviyyətçilətməkədir. İndi doğru əsləhə götürmüşəm yox, fars dili ilə, baxın, fars dili millətçi eləməyə doğru dil deyil. Bəlkə köməklik elə, düşündürək adamı. Amma istəyirsən onu dərinlədəsən ki, sən manqurtluqdan çıxmalısan, getməsən, gərək türk dilində deyəsən. Elə bu qədər mən fikir edirəm, yetişər çoxlu misallarla bu bəhsi getirdik. Çox sağ olun, təşəkkür edirəm. Bir qısa aradan sonra bir ya iki xəbər seçəcəyəm, onunla bərabər danışaq. Çox sağ olun, təşəkkürlər.